İndi o ikinci rolda olmağı təhqir olunmaq hesab edir. Çay süzməyi təhqir olunmaq hesab edir. Evdə hər şeyin yeri pozulubdur. Bir dəfə mən boşqabı yuyanda, bir dəfə də sən yu. Kişisinə boşqab yuduzdurur. Qəşəng görsənir zahildə. Ədalətli görsənir. Kişisini alçaldır. Sonra onu sevə bilməyəcək. Çox balaca bir şeylər. İzin verməyin. Aslan yaratmalısan sən özərindən. Yaxşı qadın özərindən aslan yaratmalıdır. Çəkilin, çəkilin, atavuz gəlir. Elə bilirsiniz ki, axmaq idi bunu deyən qadınlar. Onlar evdə lider formalaşdırırlar. Uşaqların tərbiyəsi üçün də önəmli bir zəmin hazırlayırlar. Yeməkdə toyğun budunu ərinin qabağına qoyurdu. Doğru idi. Çox doğru idi. Qaydacaqsınız. Kişi olmayanda, kişini kişilik taxtından salanda, ki bu bərabərçilik ancaq ona xidmət edir, qadın da özünü mutsuz hiss edir orada. Nəinki qadın, uşaq da özünü mutsuz hiss edir. Uşağa da keçir bu. Bizim ailə tərbiyəmiz hamısı birdən pozuldu. Fikir vermişsiniz, son 10 illiklərdə bütün ailə haqqında söhbətlərdə uşaq bir nömrəlidir. Uşağım velosiped sürə bilməyəcək. Uşağa ala bilmirəm. Bütün günahlara uşaqdan ötürü girirlər ha. Uşağıma çörək üçün rüşvət aldım. Uşaq güya ki, həyatın mənbəyi imiş. Uşağa o qədər diqqət verirlər ki. Dünən bir qohum ailədə balaca oğlan uşağını gördüm, nənəsi əzizləyir. Böyük bacısına irad bildirir ki, uşağın xətrinə dəymə. Dedim, siz neyinirsiniz? Siz monster yetişdirmək istəyirsiniz bu uşaqda. Nəfsli varlıq deyib, bu həmən monster olacaq. O dəqiqə biləcək ki, sizi necə manipulyasiya eləmək olar. Bir yaşı da olsa bunu hiss eləyir. Bütün nəfsli varlıqlar eynidir. İt, pişik, insan, hamısı eynidirlər. Hiss eləyirsə ki, səni nə ilə manipulyasiya eləmək olar, həmən başlayır o strategiyanı işə salmağa. Bütün ailəni doluyur barmağına. Mən ağlayaram ha bu dəqiqə. Mənim istədiyimi eləməsiniz. Səsi ilə, belə çığırtığını göstərir. Mən də baxıram uşağa, deyirəm, oy, necə. Ola bilərsə, sevgidən gözləri kör olubdur. Görmürlər ki, monster yetişdirirlər. Deyirəm, uşağa açıq şəkildə demək lazımdır ki,